Səhifə məndə 340-dır, bilmirəm. Amonimlər. Həm bu, həm də bəli, amonimlərin içərisində olan o sözlərin izahı da var. Orada olmayanlardan hansının izahını verəcəm sizə. Yaxşı, bir-bir. Baxaq, acı sözü iki mənada işlənir. Biri var, hətta üç mənada var. Biri nitq hissəsi isim, biri nitq hissəsi feil, biri də nitq hissəsi sifət kimi. Məsələn, desəm ki, acı dərman, acı dərman. Necə dərman? Burada sifət kimi işlənir. Biri var, deyirəm ki, məsələn, mən ona acıdım, acıdım. Yəni, mənim ona ürəyim ağrıdı, acıdım, yazığım gəldi. Feil kimi işlənir. Biri də var, deyirəm, bu ağrı, acı, dərd, kədər mənasında. Bu acı, dərd, kədər bitmədi. İsim mənasında. Kim çatıra bildim? Acı sözü həmi isimdir. Məsələn, bu acılar bitmədi. Sifətdir, acı dərman, feildir, yazığı gəlmək, acımaq. Üç mənada işlənir. Keçdik ağı sözünə. Ağı sözünün iki mənası var. Biri var, ağız zəhər deməkdir. Məsələn, ilanın ağısı, yəni ilanın zəhəri. Biri də var, ədəbiyyatdan şeir var. Ölmüş adama o ağı... Bəs onu deyirəm də, ölü yerlərində, Allah uzaq eləsin, o ağlaşmadakı arvadlar qəmli belə bayatılar deyilir, ölən adam üçün qəmli şeirlər deyirlər, ağlayırlar. Onlar nədir? Onlar ağıdır. Ölən adama deyilir. Şifahi xalq ədəbiyyatında şeir janrıdır. Nəğmələrin bir növü də ağlar və ölən adam üçün deyilir. Sonra keçdik ağız sözünə. Ağız sözü bir insanın və ya heyvanın, canlının bir bədən üzvüdür, ağzı, bədən üzvüdür. Bir də, keçən dəfə demişdim, bala verən heyvanın ilk südü. Buna bulama da deyirlər. Heyvan bala verəndə onun ilk südü çox yağlı olur, sapsarı olur demək olar ki. Dedimi ondan da kökə pişirirlər. Bəli, buna bulama da deyirlər, buna ağız da deyirlər. Heyvanın ilk südünə, bala verəndən sonra ilk südünə ağız deyirlər. Sonra gəldik, aksiya. Aksiya iki mənada işlənir. Biri var səhm mənasında, biri də var siyasi məqsədli hərəkət. Məsələn, izahını verəcəm bunlara. Məsələn, tutaq ki, deyirəm ki, küçələrdə dövlətə qarşı aksiyalar keçirilirdi. Yəni, mitinglər, çıxışlar, dövlət əleyhinə çıxışlar, bu artıq nədir? Bu aksiya, hərəkət deməkdir. Siyasi məqsədli hərəkət. Məsələn, insanların tutaq ki, dövlətdən bir tələbi var. Məsələn, tutaq ki, deyir, maaş qaldırılsın. Bununla bağlı siyasi məqsəd deyilir. Təbii, siyasi məqsəd bununla bağlı küçədə mitinglər edirlər, hərəkətə keçirlər. Buna deyirik aksiyalar. Bir də var səhm mənasında. Səhm pul deməkdir. Səhm aksiya dövlət büdcəsi deməkdir. Sonra gəldik alış sözünə. Alış sözü bir var. Məsələn, deyirəm ki, tonqal alışdı. Yəni, odlandı. Aha, odlandı. Tonqal alışdı. İkisi də, məsələn, deyirəm ki, sən bu şeyə artıq alış, öyrən, vərdiş elə. Demək, alışın iki mənası olur. Bəli, biri var odlanmaq, vərdiş eləmək. Alışmaq, vərdiş eləmək. Deyirəm, alış da, buna öyrən də, öyrəş, alış. Sonra keçdik aşıq sözünə. Aşıq sözü bir heyvanın diz sümüyünə deyilir. Heyvanın diz sümüyünə. Uşaqlara vaxtın uşaqları onu, o heyvanın diz sümüyünü, xırda heyvanlarında diz sümüklərini belə yumru olur, başı oynaq kimi. Oranı kəsirdilər, qurudurdular, onunla aşıq-aşıq oynayırdılar, oyun oynayırdılar. Belə düzürdülər, vururdular ondan, aşıq-aşıq. Heyvanın diz sümüyünün adı da aşıq. Biri də tanıyarsınız, saz çalıb oxuyan. Aha, bax ondan. Saz çalıb oxuyan xalq sənətkarına aşıq deyirik. İki mənası oldu. Sonra keçdik avara sözü. Tam sağ. Avara sözü, bəli, o işsiz, güçsüz, bəli, bikar. 2 yaşlı camış balasına avara deyilir. Camışın balası 2 yaş tamam oldusa avara deyirlər. Biri də işsiz, güçsüz, boş-boş verilən adama avara deyirlər. Yaxşı, sənsiz. Gəldik ay sözünə. 3 mənası. Göy cismi pek ay. Sonra yanvar ayı, fevral ayı, bu bir ildəki 12 ay. Bəli. Qışqırmayın. Bir də
Deyirəm, məsələn, ay xəyal. Ay xəyal. Ay orada nədir? Çağırış nidası. Çağırış nidası. Çağırış nidası. Keçdik. Sakit sözümüz çoxdur, ona görə tez-tez eləyək, sakit. Sonra gəldik aynalı sözlə. Aynalı sözü biri var, aynası güzgüsü olan. Məsələn, deyirəm, bu divar aynalı divardır. Yəni, içində ayna var, güzgü var. Bu mənadadır. İkinci mənası, patronu üstdən qoyulan təklüləli tüfəng. Qaçaq nəvi var ya bizim el igidimiz qaçaq nəvi. Qaçaq nəvinin tüfəngi aynalı idi. O tüfəng xüsusi tüfəng növüdür, təklüləli olur, patron da üstdən qoyulur. Biri var, elə bir ki, tapançalarda görərsiniz altdan belə və ya bunun patronu üstündən qoyulur. Buna deyirlər aynalı. Xüsusi tüfəng növüdür, təhlüləli. Bax sözünə baxaq. Ona görə bir izahını verirəm ki, nə qədər çox mənasını bilsən, o qədər söz ehtiyatında çox olmuş olar. Bağ sözü biri var, mədəni üsulla salınmış meyvəlik. Yəni, bağ bilirsiniz, insan tərəfindən salınır. Biri var meşə, Allah Taala yaradıb onu. Biri var bağı özümüz edirik. Səliqəli şəkildə ağaçları cızla əkirik, mədəni şəkildə. Mədəni üsulla salınmış meyvəlik. İkincisi də ip kəndir. O ayaqqabınızda var ya, bax bu da ip kəndir. Bağ. Bağ, ayaqqabının bağı. Ayaqqabının bağı açıldı deyirsən, kəndiri mənasında. İp də deyirsən, bağ da deyirsən, kəndir də deyirsən. Gəldik bal sözünə. Bal, əsas bal deyən kimi yadımıza arı balı düşür. Arının şirəsi. Bəli, qida məhsulu bal. Biri var rəqs gecəsi. Bal rəqsi, rəqs gecəsi. Biri də var, məsələn deyirəm ki, 100 baldan neçə bal yığdın? Yığdığımız, bəli, imtihanda topladığımız nəticə. Nəticə. Yaxşı, müvəffəqiyyət hesabı da, bal deyəndə bunu başa düşürük. Gəldik balaq, çox səs edirsiniz, uzatmayın. Dedim, axı söz çoxdur. Uzada durmayın. Hənayın yeridir, Arif, sonra il danışarıq da, riyaziyyətin mövzusunu gətir burada açırsan. Balaq sözünün mənasına baxaq. Bir mənası, şalvarın ayaq hissəsi. Şalvarın balağını deyirsən, getdim, kəstirdim, uzun idi şalvarın. Biri də camış balası. Camışın balasına balaq deyirlər, yadda saxlayın. Camışın 2 yaşlı balasına avara dedik, amma 2 yaşına çatmamış balasına balaq dedik. Sonra içi boş, buğumlu, yemlik bitki. Bu dialektdə işlənir. Ədəbi dildə yoxdur. Dialektdə bu həm də bitki adı kimi işlənir. Xüsusi bitkidir. Dialekt sözləri keçəcək inşallah sizlə. Ləhcə, şivə. İçi boş, buğumlu, yemlik bitkidir. Onun adıdır. Gəldik ban sözünün izahına. Evin damı, krişa rusçadır. Evin damına o tavan arasında hissəsi. Bax bu evdir, bu evin damı. Belə çəksən, baxın qoy çəkim. Baxın bu evdir, diqqətlə qulaq asın. Bu evin damıdır, düzdür. Bax evin tavanı budur. Evin tavanı ilə damının arasındakı bu boşluğa nədir? Ban dedik, ban. Ban. Qızanaları çox vaxt, qızların cehizini oraya yığır. Bax, bana yığır, evin banı, ban. Sonra bir də sübh tezdən xoruzun çıxardığı səs, banlaması da ona ban deyirik. Keçdik banka sözünə, tam sakit. Biri var, şüşə qab. İçində hər şey, turşu tuturuq. Yox, qarışdırma. İkinci mənası, sakit. İkinci mənası, qayıqda 2 nəfər oturur, avar çəkirlər, elə avar çəkirlər. O avar çəkənlərin oturduğu o taxta varmı? Ona banka deyirlər. Banka, bir mənası oldu. Sonra gəldik, diqqətlə qulaq asaq, bar. Biri var, meyvə məhsulu. Ağac bar verdi. Yəni ağacın meyvəsi var. Biri də var. Kiçik restoran, kafe. Bar, kiçik restoran, kafe. Bir mənası da var uşaqlar. O çörəyin üzü yaşıl rəng olur, kiflənir. Ona bar deyirik. O yaşıl bar, çörək barlayıb deyirik. Ona bar da deyirik. Bir mənası da odur. Sonra gəldik başlıq sözünə. Başlıq biri var, başa geyinilən örtü. O çalma da deyirlər. Çalma, qızlar bunu belə başa. Ona başlıq deyirlər.
Bir mənası budur. İkincisi də keçmişdə oğlan evi qız evinə pul verir. Bəli. Qız elçi gedəndə, Aysel. Qıza elçi gedəndə oğlan evi qıza başlıq pulu verirdi. Sonra indi müasir dövrdə bu ləğv olub. İndi oğlan evi də əlindən gələni eləyir o gənc ailə üçün, qız evi də əlindən gələni eləyir. Amma vaxtda başlıq parası mütləq idi. Başlıq parasını verməsə qızı vermirdilər. Başlıq pulu. Başlıq pulu, bəli. Köhnə Türk filmlərində də var. Sonra gəldik bazar. Alışveriş yeri. Həftənin 7-ci gündən, şənbədən sonra həftənin 7-ci gündən bazar günü deyirik. İstirahət gününə bazar günü deyirik. Yəni bunlar fərqli sözlərdir. Gəldik bəhər sözünə. Tamsan. Bəhər sözü bir dəniz, dərya. Məsələn, Cəfər Cabbarlı deyirdi. Ey bəhri biyaman, ləpələn. Yəni ey dəniz, ey dərya, ləpələn. Bir mənası budur. İkinci dalğa mənasıdır. İkinci mənası da əruz vəzni. İndi inşallah yuxarı sinifə qalxanda, keçəndə ədəbiyyatda keçəcəksiniz. Ədəbiyyatda 3 vəzn var. Hecə vəzni, əruz vəzni, bir də sərbəst vəzni. İndi bu şeir yazılma üsuludur. İndi onu izah eləməklə siz yəni anlayaz da deyirsiniz onu. Çünki hələ onun vaxtına var. Bir də var əruz vəzni. Əruz vəznində bəhirlər var. Əruz vəzninin hər bəhri var. Məsələn, səhri bəhri var. Məsələn, rəməl bəhri var. Rəməl bəhrində yazılan şeir aram-aram bir ağır oxunmalıdır. Səhri bəhrində oxunan şeir sürətlə tez-tez oxunmalıdır. Hər şeirin öz bəhri var. Bəhr bir şeir vəznidir. Aydındır, əruz vəzninin bəhridir. Bir də dediyimiz kimi dərya, dəniz. Belə yadda saxlayın. Biri ədəbiyyatın terminidir. Ədəbiyyatın terminidir əruz vəzni kimi. Biri isə dəniz deməkdir. Keçdik öbürü sözünə. Bənd sözü. Bənd sözü şeirin, məsələn deyirik, bu şeir neçə bənddən ibarətdir? O şeirin ən azı da 4 misradan ibarət olan hissəsinə biz bənd deyirik. Bir də seldən qorunmaq üçün sədd çəkirlər. Belə selin qarşısını almaq üçün, suyun qarşısını kəsmək üçün bənd tikirlər. Bənd. Görürsünüz, heç bir-birlə əlaqəsi yoxdur. Bəs amonimlik budur da, mənalar bir-birlə əlaqəsi yoxdur. Gəldik bərə sözü. Bərə. Ovçu gedib ov ovlamağa, düzdür? Gedib torunu qurur, sonra başlar orada puskuda durmağa. O puskuda durduğu yerə nə deyirik? Ora bərə deyirik. Ovçunun puskuda durduğu yerə bərə deyirik. İkinci adım. Bax siz elə bir bayaq bərədən baxırdınız mənə, puskuda durmuşdunuz. Aysa o, düzdür. Gəmi dayanan yeri. Elə bilin ki, gəmilərin dayanacağı. Biz buna liman da deyirik. Liman da deyirik, bərə də deyirik. Aydındır. Hava limanı deyirik. Gəmilərin də limanı var da. Və gəmilərin durduğu dayanacağa, necə avtovağzal deyirik, dəmir yol vağzal deyirik, onlara da liman və ya deyirik, bərə. Bərə. Sonra gəldik bic sözünə. Bic, rəsmi nigah olmadan doğulan uşaq. Qeyri-qanuni ki, yəni, məsələn da, iki şəxsin bir-birinə rəsmi nigahı yoxdur, ailəli deyirlər, qulaq asın. Amma bunların qeyri-nigahdan, yəni nigahdan kənar, qeyri-rəsmi uşaqları dünyaya gəlir. Həmin uşağa bic deyirlər. Bic. Yəni, qeyri-rəsmi şəkildə dünyaya gələn uşağa bic deyirlər və bu çox ağır bir şeydir. Allah heç bir uşağa yaşatmasın. O uşaqların günahı deyil o şəkildə dünyaya gəlmək. Amma böyüyəndə əziyyətini, o valideynlərin səhvini, əziyyətini o uşaqlar çəkir də, belə deyim. Ömrü boyu başları qalxınca olur. Sən bitsən. Yəni, qeyri-rəsmi qanuni şəkildə dünyaya gəlmirsən. Onlar ömrü boyu gözü kölgəli olurlar. Sonra hiləgər adama bic deyirik. Deyirəm, çox, siz bic deyirsiniz, amma əslində bic. Sən çox bic adamsan, yəni çox hiləgərsən. Başqa mənası... Ağacın gövdəsindən xırda-xırda zoğlar çıxır, hansı ki lazımsızdır. Onları kəsirik. Çünki ağacın inkişafına mane olur, ağacın görkəmini itirir, ağacın gövdəsindən çıxan xırda-xırda zoğlar. Ona da bic deyirlər. Yadda qalar. Sonra gəldik nəyə? Biz. Biz bir şəxs əvəzliyi var. Mən, sən, o, biz, siz, onlar. Şəxs əvəzliyi. Alət biz. Pinəkçilikdə daha çox istifadə olunur. Nəyəsə bir şey deşmək üçün ucu biz olan belə bir mənası da var. Uşaqlar, biz sözünün mənası burada verilməsələrdə sifətdir. Məsələn, deyirəm, bıçağın ucu bizdir. Ayaqqabının ucu biz. Necədir? Bizdir. Bir də sifətdir. Bir mənası da sifətdir.
Demək, əvəzlikdir, sifətli isimdir biz sözü. 3 mənası var. Gəldik blok sözünə. Blok nədir? Bəli. Biri var, blok ölkələr arasında ittifaq. Ölkələr arasında, məsələn, bir çox Avropa dövlətləri aralarında ittifaq bağlayıblar, saziş imzalayıblar, müqavilə bağlayıblar və bunlar artıq bir blok olurlar. Aha, sonra qaldırıcı mexanizm var, blok, qaldırıcı mexanizm, hər hansı bir ağır bir şeyləri qaldırmaq üçün mexanizm, buna blok, kranda məsələn istifadə olunur blok. Sonra binada mənzillər qrupu, deyirsən birinci blok, ikinci blok girirsən mənzillər qrupu. Bir də tikinti materialı var. Blok adında tikinti materialı var. İndi mühəndislər onu daha yaxşı bilir. Bəli, blok adında tikinti materialı var. Sonra 15-ci mənası olmalıdır. Nə mənası? Əngəl. İndi iş orasıdır ki, bizim ədəbi dildə o əngəldir də, blok deyil. Blok alınmadı, ədəbi dildə salın, gətirin qoyun. Ədəbi dildə biz ona əngəl deyirik. Sonra keçdik o bir mənaya. Boks sözünə baxaq. Saat neçədir ki, çoxdur? Bir dənə dərsin vaxtı olur. İndi 5-12-dir. 17. Yox, hələ var. Qızlar sadəcə tez. Diqqətlə qulaq asaq. Vaxtımız var. Boks sözü biri sizin bildiyiniz əlcəklə döyüş növüdür. Bəli. İkinci, telefon kabeli üçün çuğun qutu. Telefon kabeli. İndi siz görmüsünüz, bilmirəm. O vaxt ev telefonları olanda boksa. Ev telefonları olanda belə dirəklər olurdu, taxta dirəklər. Nə yadıma gəlir? İndi daha heç kəs də yoxdur. O şunurlar gəlirdi, birləşirdi və onu belə bir tunç şeyə salırdılar, qutuya salırdılar. O şunurlar hamısı orada birləşirdi bir-birinə. Məsələn, telefonda problem olanda usta gəlirdi, elə onu açırdı, o boks deyirlər, onu açırdı. Onun içində bütün təmir işlərini görüb çıxıb gedirdi. İndi boks, boks ingiliscə qutunun deyilişidir. Ay, bax elə ona görə də boks ingiliscə, çox kömək elə ingilis sözündən bizə gəlir. Telefon kabeli üçün çuğun qutu. Sonra xəstəxanada xüsusi otaq. Xəstəxanada xüsusi otaq var. İndi o otaqda nə üçün orada, yəni nə üçün istifadə edirlər onu deyə bilmərəm. Çünki mənim sahəm deyil. Həkimlər bunu daha yaxşı bilər. Xəstəxanada soruşaram mən bunu tanıdığım həkimlərdən. Xəstəxanada xüsusi otaq, boks otağı, orada nə, məsələn, reanimasiya şöbəsində tutaq ki, ağır xəstələr yatır da, palatada oradan çıxmış xəstələr yatır. Bəs boks otağı, orada kimlər yatır? Soruşaram onu. Sonra gəldik boz. Bir var rəng adı da boz rəng. Biri dişi qırqovu. Dişi qırqovula nə deyirik? Quşdur da qırqovu. Dişi variantına boz deyirlər. Bir də dəri xəstəliyi var. Ala kimi bədəndə tökürək belə boz xəstəlik. Gəldik bulut. Bulut biri var göydə. Bildiyinizdə göydə su buxarı. Su buxarı yığılır, göydə bulud əmələ gəlir. Sonra o yaxşa çevrilir, özümüzə geri qayıdar. Bulut insan adı var. Amma insan adları ümumi isim, xüsusi isim, anonim sayılır. Biri də var iri boşqa. Adətən onu ortaya gətirib qoyuruq. İstəyən yeməyi oradan çəkilir. Bulud. Axşam məsələn buluda çəkirik. Bəli, o oldu bulud. Sonra gəldik bürç sözünə. Biri var, uşaqlar, bax bugün əskərlərimiz postda görürsünüz, çıxırlar, hündür post. Oradan hər yeri gözətləyirlər. O vaxtı qalalarda. Boy şəklini çəkim, sizi belə çəkməklə daha yaxşı film çatdırırlar. Bax, belə qaladır. Bu qalanın hər küncündə bu şəkildə bürçlər çəkilir, hündür. Yəni bu qaladan hündür olurdu bu bürçlər. Yəni bu dairə şəklində də olur, kvadrat şəklində də olur. Buradan uzağı gözətləyirlər ki, görək qalaya Bəli, oradan görünür da. Biz həm qorxurduq, həm də baxıb. Həmişə. Yəni oradan baxır ki, görək düşmən hücumu yoxdur ki, olanda qalaya xəbərdarlıq verirdilər ki, xəbər edir. Xəbərdarlıq, zəng səsi olurdu, çalırdılar, xəbərdarlıq verirdilər. Bir mənası budur bürç sözünün. İkinci, hansı? Ağrı sözü bir də feildir. Məsələn, Məhəmməd bugün dərsə gəlməyib, məktəbə gəlməyib. Niyə? Çünki ağrıdı, xəstələndi. Ağrımaq bir var feil mənasında. Deyirsən, ağrıdım. Nə etdim? Ağrıdım, feil. Bir var deyirəm, məsələn, qarnımda ağrı var. Nə var? Ağrı. Biri isimdir, biri feildir. İki mənası deyirəm də, biri isimdir, biri feildir.
Biri var ağrı, məsələn qarında ağrı var, sancı mənasında. Bu isimdir. Biri var, deyirəm ağrıdım, xəstələndim. Ağrıdım, xəstələndim mənasında. Biri demədiniz ağa, siz ismi dediniz ancaq. Feil anlamlı demədiniz ağa. Ağrımaq, bir də Ağrımaq demədiniz. Siz eləcə ağrı dediniz, xəyal dedi öz doğru. Feili demədiniz ağa. Feili demədiniz. Sonra bir sözünün bir mənası da göydə ulduzların düzülüşü var. Deyirik şir bürcü, qoç bürcü, tərəzi bürcü. Aha, ulduzların düzülüşü. Bəli. Sonra gəldik cəbr sözü. Cəbr sözü riyaziyyatın bir sahəsidir. Bilirsiniz, cəbr həndəsə 2 sahəsi var. Onun bir sahəsi riyaziyyatın terminidir cəbr. Bir mənası da zor zülm deməkdir. Məsələn, o mənə cəbr etdi, yəni o mənə zülm etdi. Nə? o mənə bu həyatı Bunu nə vaxt tutar? Bu nə vaxt bitirdik ki? Bunu nə vaxt yaratdınız ki? Nə vaxt yaşadınız ki? Nədir? Öyrəndiniz ki? Bunu öyrəndin ki, mən o birinə keçim. Nədir? Sonra cin sözünə gəlin, baxaq neçə mənası. Gözə görünməz varlıq. Dində də, Quranda da adı keçir. Bəsdir. Cin. Sonra ikinci mənası gilə meyvələrdən çəkilmiş İngilis arağı. Arağın adıdır cin. Meyvədən, gilə meyvələrdən qarışıq çəkilir. Ona cin deyirlər. Elə onun içəndə cinə dönür. Sonra gəldik cins sözünə. Sakit. Növ erkək və dişi fərdlərin yəni əlamətlər toplusu. Məsələn, belə atların, məsələn, hər cins atlar var. Deyirik ki, bu Qarabağ cinsidir, bu Ağdam cinsidir. Hə də atın növləri. Bəli, növ erkək dişi fərdlərini ayıran əlamətlər. Cins bu mənada da işlənir də. Məsələn, sakit. Məsələn, qadın cinsi, kişi cinsi. Qadın cinsi, kişi cinsi. Onun bir mənası da odur da, pambıqdan hazırlanır. Bəli, pambıqdan toxunan xüsusi qalın parça. O sən dediyin o cins odur. Bax, o qalın parça pambıqdan toxunur. Bir mənası da odur. Keçdik. Cüt sözünə baxaq. Biri var qoşa mənasında. Biri də var xış, arxaik söz kimi. İndi heç kəs xış işlətmir. Xış. O vaxtı qoşqa elədi. İndi yeri traktorla şumluyurlar. Amma o vaxtı xışla, cütlə, xışla şumluyurdular. Yox, xış başqa şeydir, xışlamaq başqa şeydir. Çağ sözünə gəlin baxaq. Biri var, vaxt zaman deməkdir. Məsələn, deyirəm, ikincisi keyfi yaxşı olan əhval-ruhiyyəsi. Deyirəm, bugün, məsələn, Mənim çağım yaxşıdır. Asif İslamzadə Mansılara deyir, o çağlar mənə də necə haydılar. O çağlar, yəni o vaxtlar, o zamanlar mənə necə haydırırdılar, mənə necə dəstək idilər. İkinci mənası da keyfi yaxşı, əhval-ruhiyyəsi taz olan adama çağ, keyfim çağdır, yəni keyfim yaxşıdır. Sonra bu səhifənin... İndi Arif, sən niyə xoş deyirsən ki, həmişə mövzudan kənara çıxasan? İndi dərdimiz, azarımız odur mu? Onu dedik, mən də cavabınızı verdim də. Dönüb niyə deyirsiniz təkrar? Dərsinə yönəldim. Çap sözü. Çap sözü. Biri var, sizin baxazıda qarşınızdakı kitab hansı üsulundan? Çap üsulundan. Çap üsulundan, bəli, nəşr olunubdur. Biri var əl yazısı, biri var maşınla yazılan. Maşınla yazılanı biz çap üsulu deyirik. Əllə yazılanı əl yazısı deyirik. Bir də var, kiçik silahlarda lülə ölçüsü, kalibrda deyirlər buna. Lülə ölçüsü, kiçik silahlarda. Yəni, biri var tüfəng, lülənin ölçüsü uzundur. Amma bir də var kiçik silahlar, lülənin ölçüsü kiçikdir. Bəli, ona çap deyirlər. Bir də, məsələn, deyirəm, divarı çapmaq. Baltanı alıram əlimə, divarı çapıram. Bir də feildir. Aydın olduğu 3 mənası var. Gəldik çay sözünə. Bu evdə içdiyiniz qida məhsulu, yarpaqlardan dəmlənmiş, bəli. İçki dəmlənən kol, isti halda içilən içkidir çay. Biri də axar su hövzəsi. Məsələn, Kür çayı, Araz çayı, su hövzəsi 2 mənası var. İçdiyimiz çay, bir də axar çay. Çəki sözü bir mənası ağırlıq. Məsələn, deyirəm çəkim.
Mən çəkim 75 kiloqram. Düzdür? Çəki ölçü mənasında ağırlıq. Çəki də məsələn meyvənin çəkisi, insanın çəkisi, çəki ölçü mənada. Biri var parça üzərində rəngli saplarla işlənmiş bəzək. Parçanın üstündə rəngli sapla bəzək işləyirsən, ona nə deyirsən? Çəki deyirsən, çəki deyirsən. Bir də var balıq növü var. Balıq növü, çəki adında balıq növü var. Balıq növü. Necə deyirik? Nərə balığı. Eləcə çəki adında balıq növü. Bu səhifəni bitirək. Çən sözü. Çən sözü biri var, duman çən deyirsən. Duman çən, hava durumu. Bəli. Duman, tumanlı. Bir də var, Rusça bax deyirsiniz. Hamının evində var. Bax, bax Rusçadır. Azərbaycanca onun adı çəndir. Su yığdığımız o plastikdən də hazırlanır, dəmirdən də hazırlanır. Maye və qaz saxlanan çox yekə qab. Çox yekə bax. Bax, baxın ikinci adı nədir? Çən. Bax, çən. Sinonim. Bizim saçımızda başımıza bağladı. Hə, başa bağlanan yaylıq. Ona da deyirlər. Bəli, adətən çimib çıxandan sonra bağlayırlar ki, saçın suyunu dərsin. Ona çəki deyirlər. Baş ağrıyanda bağlayırsan. Xüsusi yaylıq, çəki. Biz hardan bilirik? Biz 71 il Rusun, hələ Çar Rusiyasını demirəm, təkcə Sovet Kəndinin tərkibində olmuşaq 71 il. Və bəli, bunun da nəticəsi olaraq bizdən xeyli sayda söz onlara keçib, onlardan xeyli say bizə keçib. Aydındır? İşarəsi ki, biz onların lazımsız sözlərinə bəkbək yapışmışıq. Hansı ki, Azərbaycan dilində qarşılığı vardı. O sənin dedin, o xalitnik onun soyuducudur da qarşılığı. Soyuducu demirik, onu hər cür deyirlər, xalitnik deyirlər, xaladilnik deyirlər. Hər xaladilnik deyirlər, nə cür stillər deyirlər. Bir dənə soyuducu demək ondan daha rahatdır. Amma Rusun sözünə bəkbək yapışmışıq. Sonra gəldik çil sözünə. Çil sözünə. Dəridə müxtəlif rəngli ləkələr olur, ləkələr. Aha, o ləkələrə çil deyirlər. Biri də alabəzək kiçik meşə quşu var. Quşdur, meşədə yaşayır, balaca. Alabəzək, ona çil deyirlər. Bir də çoxillik ot bitkisi var. Çoxillik ot bitkisi. Yəni qapıya düşdü, uzun müddət onun kökünü kəsmək olmur. Çil deyirlər ona. Burada fasilə verək.